Salam əzizləyicilər, hər vaxtın xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimizin isinməməyi ilə bağlı. Düzdür, əlbəttə ki, evdə radiatorları alt üst qoşublar. Yenə buna baxmayaraq, burada bizim 40 kW kombimiz var. Novamax'dır və bir dənə də Boller'dir. İndi biz Boller'lə xəttimizə evə gedəni ayıracaq. Bunu qoyacaq Boller'ə. Və yerdə bizim 50 kW-lıq Robello kombimiz var, tək konturlu. Onu tək konturunu qoyacaq evimizə, istif oldu və radiator işlədəcək. Bu da bizim Bolleri siləcək. Yəni bu məlum məsələ ki, əzizləyicilər, heç vaxt olmaz. Bir kombinən həm evin sistemini siləsən, həm Bolleri siləsən. O yaxşı bir şey deyil. Çalışıb lazımdır ki, ayırmaq lazımdır. Ayrı olanda kombi rahat işləyir, istədiyin istiliyi əldə edə bilirsən. İndi bu cür yığılışa baxın, bir dənə zəhmət olmasa, çəkilişə baxın. Görün nə sistem yığıblar burada, nə ayırıblar. Çox bərbad halda. Adnarazlı kranları götürüb gör necə işləyiblər. Bax, indi bu dəqiqə xarabdır. Nə açılır, nə bağlanır. Bağlanır, elə bilirsən bağlanır, amma içərisindən o şariki fırlanır, saxlamır. Bunu nə etməliyik? Kafenin qırağını dağıtmalıyıq, kəsməliyik, buradan yenidən boru çıxartmalıyam. Görürsünüz, hələ hətta bura mufta da vurublar, mufta da ki, heç nə. Bizim işimizi təmiz çətinləşdirir. Ona görə də məcburan indi burada heç nə. Bax, indi axırda da çəkiliş olandan sonra çəkiliş edib paylaşacağım. Görürsünüz şlankı, Ayvaz şlankdır, qaykası 20'lik, boru 32, ancaq bu 20'lik rezbas. İndi isə o kombinin altın çıxışı 25'lik olmalıdır. Bu ev üçün 3 mərtəbə evdir. 15 dənə radiatordur, 15 toçkadır. Bunu isitmək üçün ancaq gərək altın çıxışı 25'lik olan olsun ki, istiliyi əldə edə biləsən və kombin nagruskada işləməsin. İndi yığılış olandan sonra onu da mən çəkiliş edib sizlərlə paylaşacağım. Yəni bu çəkilişə də baxarsınız. Mən çəkdiyim sistemə də baxarsınız. Fərqinə görün nə cür burada qatma, qarışıq, ilan qurbağa, yəni belə iş görüblər. Olmaz, indi orada ləvazimatlarımız oradadır. Laton filtrimizdir. Görürsünüz 25'lik və 20'lik. İnşallah çəkim qurtarım. Onda da yenə çəkiliş edəcəm. Görərsiniz ki, necə iş görmək lazımdır. Beləncə yox. Evdə də düzəməlli istiliyi ala bilmirlər. Bax, belə problemlər yaşayırlar. Kombidə çöllər 50 kW-lıqdır. Qoymuşuq, indi onu da çəkilişini edərsən. Alt rezbası da 25'likdir. İzləmədə qalın əzizləyicilər. İnşallah bunu da yığandan sonra yenə çəkiliş edib paylaşacağım.